Maddeler əmələ gələn zaman atomlar bir-birindən elektron alış-veriş eləyir və ya ortaq istifadə nəticəsində sonuncu təbəqəni 8-ə tamamlayır deyirik. Yəni oktet qaydası 8-ə tamamlanır. Məsələn, okta 8-dir, oktetdə 8-lik. Bu nə deməkdir? Elementlər birləşmə əmələ gətirən zaman sonuncu təbəqəsini 8-ə tamamlayır. Yəni özlərini bir növ təsirsiz qazlara oxşadırlar. Bax 8 A'lara. Sonda və tək elektronu qalmır da, belə deyək. Qoşalaşır elektronlar və ya tək elektronunu verir. Bax burada oktet qaydası nədir? Bax məsələn qrup baxsaq, məsələn burada 8 A'ya tamam. Çünki 8 A'lar təsirsiz qazlardır, onlar birləşmə əmələ gətirmirlər. Onlar çünki sonu stabil hala keçib. Yəni stabil hal var, o cümlə var orada. Stabil hala keçmə nədir? Sonu 8-ə tamamlamadır. Ona görə təsirsiz qazlar deyirik birləşmə əmələ gətirmirlər, yanmırlar, maddələrlə reaksiyaya girmirlər. Çünki təsirsiz qazların məsələn NS2, NP6 formasında yazsaq, buradan görürük ki, bunların sonuncu təbəqəsində tək elektronu yoxdur. Hamısı qoşalaşıb. Amma məsələn 7 A'larda bir dənə tək elektronu var. 6 A'larda 2 tək elektronu, 5-də 3, 4-də 2, buradakı 1, 2, 3 A'larda da fərqli məsələ var. İndi onu deyəcəm. Deməli, burada məsələ nədir? Bu tək elektronları qoşalaşdırmaq məsələsi var və ya sonu 8-ə tamamlamaq məsələsi var. Məsələn, 7 A'larda sonu 2, 5, 7-dir. Bir dənə elektron lazımdır, -1-ə keçir oksidaşma dərəcəsi. 6 A'lar məsələn 2 ilə 4, 6-dır, 2 dənə elektron lazımdır. 5 A'lar 3 dənə elektron lazımdır. 4 A'lara 4 elektron lazımdır ki, sonu 8-ə tamamlasın, özünü təsirsiz qazlara oxşatsın, stabil hala keçsin. Və bu da maddələr rabitə əmələ gələn zaman baş verir. Məsələn, biz hər qrupdan fərqli misallar yazaq. Məsələn, xlor 17-dir, 3s2, 3b5-dir və sonunda 7 elektronu var. Xlora bir dənə elektron lazımdır ki, -1 deyək, stabil hala keçsin, 18 elektron olsun, 3s2, 3b6-ya tamamlasın. Yəni stabil hala keçmə məsələsində elementlər özlərini təsirsiz qazlara oxşadırlar. Məsələn, neonu oxşada bilərlər 10 elektron olaraq, 2s2, 2p6, sonu 8, bir də arqona 18, 3s2, 3p6. Məsələn, xlor burada özünü arqona oxşatdı, sonuncu 8 tamamladı və o bir dənə tək elektronunu qoşalaşdırdı deyə bilərik, bir dənə elektron alıb, belə. Və sonu 8-ə tamamladı, keçdi stabil hala. Məsələn, flor var, flor 9-dur, 2s2, 2p5-dir, sonda 7 dənə bunun elektronu var. Stabil hala keçmək üçün flora bir dənə elektron lazımdır, -1, 10 elektron, 2s2, 2p6. Yəni, bu özünü bənzətdi neona, xlor özünü bənzətdi arqona uşaqlar. İndi gəldik növbəti 6 A'lardır. Məsələn, oksigen var 8, sonu 2s2, 2p4-dür. 2, 4, 6 elektronu var sonda. 8-ə tamamlamaq üçün oksigenin 2 dənə elektron lazımdır. Yəni 10 elektron eləsin. 2s2, 2p6 bənzətdi neona, ona. Məsələn, kükürt 16 var. 3s2, 3p4-dür. Deməli, bizdə də kükürdə nə lazımdır? 2 dənə elektron lazımdır ki, 6-nı 8 eləsin. Yəni 18-ə keçəcək. Bu da arqona oxşatacaq. 3s2, 3p6. Keçək məsələn azota. Azotda 7-dir və 2s2, 2p3-dür qısa elektron fon, 2, 3. 5 dənə elektronu var sonuncu təbəqədə. Bunu 8 eləmək üçün 3 dənə elektron lazımdır. Yəni ona tamamlayır. 2s2p6 sonunda da 8 elektronu var bunun. Bu da özünü bənzətdi neona. Yəni təsirsiz qaza. Və ya fosfor var 15, 3s2, 3p3-dür. Burada yenə 5 elektronu var.
və fosfor 15 isə -3, 3 dənə elektron lazımdır buna. 18 olacaq. Buradan da 3s2 3p6'ya tamamlayacaq. 8'e tamamlayacaq. Bu da özünü oxşadacaq arqona. Sonra keçək biz karbon 6 4 A'ları. 2s2 2p2'dir və burada 4 elektronu var. Karbonu oktet qaydasına tamamlamaq üçün 4 dənə elektron lazımdır. -4 10 olur. 2s2 2p 6 olacaq və 8'e tamamlayır özünü. Son 10 elektron. Bu neona oxşadacaq özünü. Sonra silisyum 14 var. 3s2 3p2'dir. Və bu silisyuma da yenə 4 dənə elektron lazımdır. -4 18 3s2 3p6. Bu da özünü oxşatdı arqona. Gəldik 1'i 2 və 3 A'lara. Məsələn, 1 A'larda biz baxaq natriuma. Natriumun 11'dir və sonu 3s1 ilə bitir. Bu elektron ala bilmir. Metaldır və burada bir dənə elektronu verə bilər. Natrium 11 müsbətlə yazırdıq. 10 elektronu qalır. Bu da 2s2 2p6. Yenə 8'e tamamlayır. Elektron verib 8'e tamamlayır. Özünü neona oxşatacaq. Təsirsiz qaza. Sonra məsələn ikinci ikilərdən bir magnezium misalını verək. Magnezium 12'dir. 3s2'dir formulu. Deməli magnezium 12'dir. 2 dənə elektronunu verib elektron sayını 10 eləyib sonunu 2s2p6'ya yəni 8'e tamamlaya bilər. Neona oxşada bilər. Sonra keçək 3-cü alüminiuma. Alüminiumun sıra nömrəsi 13'dür. 3s2 3p1'dir. Bu da metalla elektron verir deyirik. Bu da 10 eləyə bilər. Yəni 10 eləyib müsbət 3 elektron formulunu 2s2p6 eləyib. Yəni neona ona tamamlaya bilər. Bir də dublet qaydası var. Dublet qaydası elektron sayı az olanlara tətbiq eləyirik biz. Sonu 2'ye tamamlamadır. Bu təsirsiz qazlardan helium var. 2. 2 var helium. Orada 1s 2'ye tamamlayacaq. 1s 2'ye tamamlayacaq sonu. Dublet budur. Helium oxşadır özü. Məsələn, hidrogen. Bir dənə elektronu var. 1s1'dir. Deməli, buna bir dənə elektron alsa -1 olacaq. 2'ye tamamlayıb 1s2 eləyə bilər. Özünü heliuma bənzədə bilər. Sonunu tamamlaya bilər. Sonra məsələn, litium ola bilər. 3. Deməli, 2s1'dir. Burada nə eləyə bilər? Litium məsələn bir dənə elektronunu verib sonu 2'ye tamamlayıb 1s2 şəklində göstərə bilər. Bunu da deyirik dublet qaydası. Dublet də özünü heliuma bənzətmədir. Bu qədər.